Ən çox verilən suallardan biri sağlam qidalanmağa haradan başlayaq? Sağlam qidalanmağa hardan başlayaq? Öncə tövsiyəm ümumiyyətlə qidalanmaq vacibdir fikrini qəbul etmədən başlayaq. Yəni qidalanmaq bizə fit görünmək üçün, arıqlamaq üçün, kilo almamaq üçün deyil. Yəni həyati vacib bir komponentdir. Qida hesabına biz enerji, makro, mikronutrient, zülal, mineral və s. almalıyıq. Bunun başqa yolu yoxdur. Bax, bunu birinci qəbul edib ki, biz qidalanmalıyıq və gəlin qidada sağlam qida elementlərini axtaraq. Bax, burada ikinci addımınız sağlam qidalanmada mütləq yediklərinizin arasında hər gün, hətta daha rahat hər öğün zülal, yağ və karbohidrat olmalıdır. Bu da sizi balanslı bir qidalanmaya gətirəcək. Əlavə olaraq qida qruplarından danışsaq, hər öğündə tərəvəzi mütləq yeməyinizə əlavə edin. Aralarda qida qəbulu arasında, qida qəbulundan öncə, amma həmən öncə də deyil, bir yarım saat öncə və ən azı 1 saat sonra bol su içdiyinizə əmin olun. Bax, bu dediklərimi eləsəz, siz faktiki sağlam qidalanmada olacaqsınız.